kitab dəftəri olur, belə bir sual gəldi. Deməli, yeməyi, içməyi və maksimum belə bir qovluq ola bilər. Bu qovluğu həftədə bir dəfə evə göndərirlər. Məktəbdə həftə ərzində gördüyü işləri göndərirlər və ya valideynlərə hansısa xəbərlər olanda, hansısa tədbirlər haqqında məlumat lazım olanda, yəni qovluğun içində göndərirlər. Qabaqcadan deyil, ev tapşırığı verilir. Maksimum ev tapşırığına verilə bilər. Məsələn, məktəbdə uşaq nəyisə çatdırmadısa, hansısa bir dərsini ona evə göndərirlər. Uşaq evdə tutarsın dərsini. Başqa belə sırf ev üçün ev tapşırığı verilir. Mən deyəndə ki, ev tapşırığı verirlər, bəzən başqa ştatlarda məsələn, danışırsınız, bizim uşaqlar verirlər, bizim uşaq bağçada da oxuyur, həftələrine verirlər. Yəni bizim burada nə qədər tanışımız var, ibtidai sınıfda uşaqlar oxuyan, hamıda vəziyyət gedir. Digər uşaqlarda da yəni çünki bilmirəm, onlar bizim məktəblərdir. Amma ümumilikdə 5-ci sinifə qədər uşaqlara ev tapşırığı verilir. Bu bizdən çantası 2-ci sinifdə oxuyur. Bu isə 2-ci çantasıdır. Onlarda da belə bir kitablar, həftədə bir dəfə kitabxanadan götürürlər. Özləri üçün bir həftədə bir dəfə götürürlər və sabah onların kitabı dəyişməyi umudur. Ona görə çantaya qoyurlar ki, sabah gedib dəyişib başqa kitab götürəcəklər. Soruşa bilərsiniz ki, bəs uşaqların kitab dəftəri ümumiyyətlə olur. Təbii ki, olur. Onları məktəbdə saxlayırlar, yəni evə gətirirlər. Uşağın ayrıca öz dolabı olur. Orada saxlayırlar. Məktəb tərəfindən kompüterdə verilir. Hətta kompüterdə orada saxlayırlar. İlin axırında isə uşaqlara hansı dəftərlər alınmışdı, karandaşlar, qələmlər və s. hamısını evə geri göndərirlər. Qaldı ki, ev tapşırıqları burada adətən 5-ci sinifdən verilir. Ola bilsin, ev tapşırığı kimi hansısa proyektlər verilə bilər. Yəni belə.